Salam Məntiq və İnformatika dərsləri kanalının izləyiciləri. Bugün daha bir model testimizdə görüşürük sizinlə. Bugün 2016-cı ilin model testi nömrə 5 haqqında danışacağıq. Bu testimiz mətnin təhlilidir. Yəni məsələ testimiz sayılır. Burada indi gəlin oxuyaq görək bizə nə deyir. Bir cərgədə yerləşən 9 bina birdən başlayaraq ardıcıl nömrələnmişdir. Belə testlərdə çalışırıq ki, hər cümləni dedikcə həll edək. Ümumiyyətlə məsələlərin çoxunda belədir. Yəni birinci cümləni oxuduqca onu tətbiq edirik. Burada bizə deyir ki, bir cərgədə yerləşən 9 bina birdən başlayaraq ardıcıl nömrələnmişdir. Biz də həmin o 9 binanı birdən başlayaraq ardıcıl nömrələyirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Altından da xətt çəkirəm ki, bizə maneçilik törətməsin. Deyir ki, binaların 3-ü mavi, 3-ü qırmızı, 3-ü isə yaşıl rənglərə boyanmışdır. Ancaq hansı rəngdə olduğunu hələ ki bu cümlədə məlum edə bilmirik. Binaların rəngi ilə bağlı aşağıdakılar məlumdur. Deyir ki, 3 nömrəli bina qırmızı rəngdədir. Gəlin elə 3 nömrəli binanın altına qırmızı rənglə Q hərfi yazaq ki, bilək ki, bu 3 nömrəli bina qırmızı rəngdədir. Daha sonra 1 və 6 nömrəli binalar eyni rəngdədir. Bunu isə sadəcə burada qeyd edək ki, 1 ilə 6 nömrəli binalar eyni rəngdədir. Daha sonra yaşıl rəngli binaların hamısının nömrələri təkdir. Yaşıl rəngi götürək. Baxın, burada tək olan 1 var. 1 ilə 6 eyni olduğuna görə, 6 yaşıl ola bilməyəcəyinə görə 1 də yaşıl ola bilməz. 3 təkdir. O qırmızı olduğuna görə yaşıl ola bilməz. Yerdə qalır 5, 7, 9 tək rəqəmləri. Bunların hamısının altına yaşıl rəng yazırıq. Yazdıq. Və bizə sual verir. Aşağıdakılardan hansının doğru olma ehtimalı daha çoxdur? Burada ehtimal olduğu üçün bir neçə variant ola bilər. Ona görə də bir neçə variant olduğuna görə də mən buradan belə bir xətt çəkirəm. Birinci variant, ikinci variant, üçüncü variant, dördüncü variant, 4 variant var burada. Deməli, bizə deyir ki, 1 ilə 6 nömrəli, yəni birinci variantda biz buna 1 ilə 6-ya qırmızı qoyuram. Birinci variantında belə yazıram, 1 ilə 6-ya qırmızı yazıram. Bir dənə də qırmızımız olduğuna görə 3 dənə qırmızımız tamamlandı. Yerdə qalır 2, 4, 8, bunlar da ki, mavi rənglə. Mavi, və mavi. Bu oldu bizim birinci variantımız. Daha sonra ikinci variantda gəlin bu 2, 3, 4 variantda da üçüncü rəngin qırmızı olduğunu qeyd edək. Eləcə də 5, 7, 9-un da yaşıl olduğunu qeyd edək. Ki, bizi çaşdırmasın sonrasında. Yaşıl, yaşıl, 9-u da yaşıl rənglə rəngləmiş olaq. Çünki bunlar heç bir variantda dəyişməz olaraq qalır bizə verilən şərtlərə əsasən. İndi biz burada 1 ilə 6-nı eyni rəng elədik, qırmızı. Daha başqa, yəni 2, 3, 4-cü variantlarda bunu qırmızı edə bilmərik. Nəyə görə? Çünki əgər 1 ilə 6-nı biz qırmızı eləsək, 3-cü qırmızı oldu ona görə, digərləri də mavi olur. Yəni birinci varianta gəlir çıxır. Ona görə də biz 2, 3, 4-cü variantlarda 1 ilə 6-ya mavi qeyd edəcəyik. Hamısında mavi yazıram. Mavi, mavi. 6-ya da mavi yazaq. Yazdım. Daha sonra
İndi qırmızıların yeri sadəcə dəyişəcək. Deməli, qırmızını götürürük. Qırmızını mən 2 ilə 4-ə yazdığım zaman bir mavi gəlir 8-ə düşür. Daha sonra qırmızının birini 2-yə yazdığım zaman, birini də 8-ə yazdığım zaman mavi gəlib 4-ə düşür. Eyni zamanda əgər mən 2-yə mavi yazsam, qırmızı 4-ə və 8-ə düşəcək. Cədvəlimiz bu formada olacaq. İndi gəlin cavablarla işləyək. Çünki burada ehtimal olduğu üçün biz cavablarla işləmək məcburiyyətindəyik. Konkret cavab yoxdur burada. Aşağıdakılardan hansı doğru olma ehtimalı daha çoxdur? Baxın, burada fikir verəcəyimiz sualın hissəsi ehtimalı, doğru olma ehtimalı daha çoxdur. İndi baxırıq. A variantında bizə deyilir 4 və 6 nömrəli binalar fərqli rəngdədir. Baxıram ki, birinci variantımızda 4 ilə 6 fərqli rəngdədir. Deməli, burada fərqli rəngdədir. Sonra ikinci variantımızda da 4 ilə 6 fərqli rəngdədir. Üçüncü variantımızda 4 ilə 6 eyni rəngdədir. Dördüncü variantımızda 4 ilə 6 fərqli rəngdədir. Yəni, yazaq ki, burada 3 fərqli, 1 eyni. Görək, axırda bizə cavabımız düzgün gələcəkmi? B variantında 4 nömrəli bina mavi rəngdədir. Baxıram ki, ikisində mavi, ikisində də qırmızıdır. Ona görə bu cavab ola bilməz, daha çox olma ehtimalı deyil. Ona görə B variantını çıxıram. 1 və 8 nömrəli binalar eyni rəngdədir. 1 ilə 8 nömrəli birinci variantımızda fərqli rəngdədir. İkinci variantımızda eynidir. Üçüncü variantımızda fərqli, dördüncü variantımızda fərqlidir. Ona görə də C variantının da olma ehtimalı azdır. Daha sonra D variantında 2 nömrəli bina mavi rəngdədir. Baxıram ki, ikisində mavi, ikisində də qırmızıdır. Ona görə də bunun çox olma ehtimalı daha doğrusu yoxdur. 4 və 8 nömrəli binalar eyni rəngdədir. 4 ilə baxırıq, 4 ilə 8 nömrəli birincidə eynidir, ikincidə fərqlidir, üçüncüdə fərqlidir, dördüncüdə 2 eyni, 2 fərqli. Ona görə bu da ola bilməz. Deməli, bizim cavabımız olur A variantı. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Bizə abunə olub, bizi dəstəkləsəniz çox sevinərik. Eyni zamanda siz bizim digər dərslərimiz barədə də məlumat ala bilərsiniz bu zaman. Əgər hər hansı bir sualınız varsa bu testdə və ya başqa hər hansı bir testə aid sualınız olarsa, şərhlərdə yazın, biz cavablandıracağıq. Hələlik növbəti model testimizdə görüşərik.